Neçə vaxtdır vloglarıma liftə başlayıram. Qismət elə gətirir dostlar. Amma kanalıma və videoma xoş gəlmisiniz. Saat 05:57-dir, yəni ki, hələ saat 6 olmayıb. Amma mən geyindim, keçindim, çıxıram indi yürüyüş eləmək istəyirəm. Lookun. Savaş style. Çıxdım indi gəzirəm. Hər yer demək olar bağlıdır. İstəyirdim əslində kofe götürüm, amma kofeni bu saatda hardan götürəsən? Hər yer bağlıdır. Ona görə də gedirəm parka. Gəlin biraz parkda gəzim. Çünki nə qədər daş divar görərləri baş məsələ. Biraz da adam istəyir ki, belə təbiət görsün. Maksimum buralarda şəhərdə nə təbiət görmək olarsa artıq elə. Buranın qəşəng kofeləri olur da bura. Həmişə keçəndə buradan götürürəm, amma bağlıdır. Deməli, burada görürsünüz nə qədər piyada keçidi var da, yəni hər adımdan bir piyada keçididir. Keçən dəfə də parkdayam. Parkdan çıxdım, 2 dənə piyada keçidindən keçib yolun bu üzünə gəlməliyəm də. Nəysə, bir dənə də xala dayanıb gözləyir. Baxıram ki, mən hələ yolda uzaqdan gələndən xala orada gözləyirdi. Yəni, bir dənə maşın yol vermək bilmir. Bəs mən yaxınlaşdım, xala da mənə deyir ki, qorxuram da, mən deyir, keçə bilmirəm, qızım olur, sənlə keçim. Tutdum xalanın əlindən ki, xala gəlir. Amma deyirəm, piyada keçirdi də. Maşınlar da oradan o tərəfə, buradan o tərəfə şütüyür. Biri də yol vermir ki, yaşlı qadındır da, balam, yol keçmək istəyir də. Nə bilim, maşın sürmək də çətindir, yolda piyada olmaq da çətindir. İnsanlarda şey gedir elə bil ki, vəhşiləşmə gedir. Burada ən sevdiyim yapan bağıdır və bu içində olduğum bağdır. Bura çox qəşəngdir, amma heyif ki, burada oturmaq üçün bir dənə yer var və həmişə də məşğul olur. İndi də məşğul idi, 2 nəfər oturmuşdu. Ona görə otura bilmədim. Keçən dəfə də gəldim, otura bilmədim. Gəldim, oturdum belə skamyada. İnsanların olmadığı yerdə daha qəşəng meditasiya eləmək olar. Təbiətdir də, ancaq burada quşların səsi gəlir. Düşünürəm ki, biraz burada meditasiya edeyim. Dəl şeytan deyir, get dur onun altında istan. İstana bildiyin kadar. Çox qəşəng görsənir. Kızlar, belə qərara gəldim ki, mən elə yaxşı eləmişəm, bunu geyinmişəm. Çünki əks halda o şəpşəplərlə yürüyüş eləmək mümkün olmazdı. Bu tərəflərə gəldim, bu tərəfdə insanlar daha çoxdur sanki. Özdə hamı da idman edir. Bax, mən kamera çəkəndə heç kəs yox olmur da. Mənə pərt elədilər. Meditasiya eləməyi bacaranda insan sanki özünə daha da yaxınlaşır. Çünki ürəyin səsinə qulaq asırsan, ağlın əslində nələri deyir, onlara aydın şəkildə artıq görə bilirsən. Təzə başlayanda bu çox çətin olur, çünki beyni susturmaq mümkün olmur. Daim nələrsə düşünürsən və beynindən hansısa fikirlər keçir. Amma bunun bir çox texnikaları var və öyrənmək olur. Bugün isə mən tam 45 dəqiqə meditasiya eləyə bildim. Bu mənim üçün həqiqətən də böyük bir rekorddur. Özümü 2 şeyə görə təbrik elədim qızlar. Çünki 45 dəqiqə dayanmadan meditasiya elə bildim və hal-hazırda an etibarı ilə parkda ən cavan, yaş etibarı ilə ən cavan mənəm, ruh etibarı ilə deyəmərəm. Çünki 50 plus yaşları olsalar da həqiqətən də ruhən insan gəncdir. Hamısı təzədir hə bunların? Yol üstü girdim Bravoya ki, burada səhər təzə belə qəşəng un məmulatları olur. Dedim alım aparım evə, qəşəng-qəşəngdir, çay dəmliyim, səhər içək. Bravodan içdim. Şirin qoğal aldım, nə bilim, hotdog aldım. Hotdog falan famili yer əslində. Səhərlər mən sosisli şeylər yeməyi sevmirəm. Əsas mənimki burada şirin qoğaldır. Çox gümrah kimi görünməsəm də özümü çox yaxşı və huzurlu hiss edirəm. Liftdən bilməm harasında dayanım ki, üzümü normal götürsün. Elə ki, Allah eləməsə özümdə ləkələr var. İndi gedim, qəşəng bir dənə çay dəmliyim. Bu aldıqlarımızı qoyaq qabağımıza yeyək. Amma Famil hələ də yatır. Yazdım ona, gördüm ki, səs soraq gəlmədi. Zəng eləyib də oyatmaq istəmədi. Pişik sevər bir ailə kimi bizim fincan altdıqlarımıza baxın. Sonra bizim fincanlarımıza baxın. Happy cat day.
Bu da Familin fincanı. İndi onun üçün süzmüşəm. Çayımızı içək, yeməyimizi yeyək. Bundan sizə çəkərək bir şey demək istəyirəm. Famil çıxmışdı, çöldə idi. Dedi ki, hava dəhşət istidir, bəlkə dənizə gedək. Biz də əslində bugün Şuvalana getməliyik, mamagilə. Sizə bir şey göstərəcəm. O mamanın yanına qoymuşdum. Bir şey var idi, çöldən tapdığım. Onu da sizə göstərəcəm. Gedəcəyik mamagilə. Bu əsəbləşdi. Yaxşı, o pişiyin adını çəkdim ona görə. Yəni qızlar, istəyirik gedək mamagilə, oradan da gedək dənizə. İndi çantamı yığmalıyam. Dedim bunu da elə sizlə bir yerdə yığım. Bu çantanın özünü də Temu'dan almışam. Bunu başqa rəngində almışdım. Bunları keçən vlogda göstərmişdim sizə. Temu'dan almışıq. Maşın aksesuarlarıdır. Yəni maşına aid olan şeylərdir. Bunu maşına qoyacaq. Ona görə bunu belə qoyuram. Bunu mama üçün almışam. Çünki pişiyin gözlərini bundan silir. Dənizə gedəcəyik deyə qızlar. Bunları belə yığmışdım mən keçən yay bitəndə. Şimdi açıram, baxım görüm nə var. Bu belə bir çimərli kostyumum var. Çimərli kostyumu necə qəribə gəlir, panik yəni. Sonra bir belə qırmızı var. Bir narıncı var. Bunu Trendyoldan almışam. Bu ikisi Trendyolundur. Bu ama Temu'nundur. Şimdi burada biraz etik olmadığını düşündüğüme göre indi size göstərə bilmirəm. Ancaq belə rəng etibarı ilə göstərirəm. Bir də belə ağ var. İndi bunlardan dördündən birini seçib aparacağım. Mən bunu seçdim ağa. Deyim sizə niyə? Çünki bunun qol tipi xəttdir, iplidir. İpli niyə görə seçirəm? Yəni siz zaqar almağı planlayırsınızsa, zaqar alacaqsınızsa 100% ki onun ipinin izi qalacaq. Bax bu görürsüz, qoludur bax, bu hissə qoldur. Qolu görürsüz necə qalındır. Bunun izinin qalmağını istəyirsiniz. Yəni iz saxlamamaq daha gözəldir. Mən məsələn izsiz sevirəm. Amma yenə də çiməndə eləyəndə istərsiniz insan zaqar alır da, yəni qaralma gedir. O proses davam elədiyinə görə iz qalır. Belə qalın iz qalsın. Buna nə edir orada? Qırmızıda da indi tam göstərmirəm sizə, belə göstərim. Bu qoludur. Görürsüz necədir? Valanlıdır. Yəni bunun izi qalacaq. Bu isə, bu göydə isə bir qoldur. Bu Temu'nun deyərdim ən gözəl çimərli geyimlərindəndir. Bu bir qoldur. Bir qolu zaqar alacaqsınız, bir qolu şey olacaq. Bildiniz necə? Bir tərəfində qol yoxdur, qolsuzdur. Bir tərəfində də belə bir qalınlıqda qolu var. Kanalımın və mənə dəstəyi üçün qızlar sizdən xahişim, kanala əgər abunə deyilsinizsə mütləq şəkildə abunə olun. Bunların bəxti axır ki açılır. Birinci bunu vuracağım. Günəşə bədənim öyrəşəndən sonra isə bu zaqar almaq üçün bunu vuracağım. Saçım dənizin suyunda çox pis günə qalacağına görə belə bir keratin baxımın keratin kondisionerini də götürürəm özümdən. Bunu da aparıram özümdən. Bu isə artıq zaqardan, yəni günəşdən sonra vurmaq üçündür. Mən sizə heç normal mən yay geyimlərimi göstərməmişim çünki hələ heç çıxartmamışam. Belə bir paltarım var qızlar. Bu paltar mən heç geyinməmişəm. Təsəvvür edirsiniz? Bir dəfə də olsun. Belə bir şortum var. Bunu Alaçatıya gedəndə almışdım. Tam oran vibe'ına uyğun. Məncə bunu geyinsəm daha yaxşı olar. Çox sevdiyim şortlarımdan. Bunu deyəsən Trendyoldan almışdım, hə? Ay, de factoymuş. Gündəlik belə qısa şortlar giymədiyimə görə ancaq dənizə, belə istirahətə bu tərz şortları geyinirəm. Belə bir topum var. Çox qəşəngdir bu. Trendyolun bir ara top sale-ində idi. Bəlkə də sizdə də var. Çox qız almışdı bundan bizimkilərdən. Belə bir şort ətəkdir. İçi şortdur, amma üstü ətəkdir. Bir dənə belə tərs şeyim var. Bunların ikisini Trendyoldan almışdım. Bu da şort ətəkdir. Üstündən belə ətək kimi görünür, amma əslində içinə baxın. İçi şortdur. Bu tam piyajlıq qətvədir. Bir bunu götürürəm, bir də bunu götürürəm. Famil əslində dəniz barəsində dəhşətli dərəcədə qısqancdır. Yəni o heç vaxt imkan verməz ki, mən yəni çimərli geyimində dənizə girəm. Oradakı Maldivdə super idi. Yəni Maldivdə mən keyfini çıxartdım qızlar. Çünki bir dənə də Azərbaycanlı yox idi. O boyda adada 3 Azərbaycanlı var idi. Mən idim, yoldaşım idi, bir də mənim rəfiqəm idi. Rəfiqəm də hansı ki orada işləyirdi. Yəni həmin adada, həmin o resort oteldə işləyirdi.
Neyse, yəni o qədər keyfini çıxartdıq. Yəni yoldaşım o qədər rahat idi, mən o qədər rahat idim. Hamısı xaricilər, o qədər elit insanlar. Amma bizim çimərliklərdə yoldaşım deyir ki, əgər orada Azərbaycanlılar varsa ki, da zaten hamısı Azərbaycanlıdır, mən sənin çimərlik geyimində olmağı istəmirəm. Ona görə indi biz niyə görə belə rahat-rahat yığıram çimərlik geyimimi? Bir yer tapmışıq. O yerdə ancaq qadınlara, bir də ki ailəli, yəni ki tək kişilərə icazə vermirlər. Ancaq qadınla, xanımınla gəlmisənsə olar, bir də qızlar ayrıca olar. Bunu mən YesStyle'dan almışdım. Bu da sırf üz üçündür. Bayaq sizə göstərdiklərim bədən üçün idi. Bu isə üz üçündür. 50 SPF. Sizə keçən vlogda göstərmişdim. İçərisi izolyasiya olunmuş belə bir çanta. Düşünürəm ki aparaq, amma kaş bundan biraz balacasını sifariş eləyərdim. Bu biraz mənə çox böyük gəldi. Amma bunu aparıb maşına atacağım indi. Belə bir tişört götürdüm. Bunu da mən Temu'dan almışdım. Çəhrayı rəngli, belə açıq çəhrayı rəngdədir. Bunun elə fikirləşirəm ki, şeylə geyinərəm, həmin şortiklə geyinərəm. Yadıma gəlir ki, uşaqlıqda elə səbirsizliklə gözləyirdim ki, havalar isinsin, ata bizi dənizə aparsın. Amma çox vaxt olurdu ki, hava dəhşətli dərəcədə istidir, amma atanın işi olduğuna görə bizi apara bilmirdi. Uşaq olanda atanı başa düşə bilmirdim, indi isə onu çox yaxşı anlayıram. Əsas məsələlərdən biri şlyapalarımız. Bu mənim şlyapamdır. Bunu təzə almışam, sizə göstərmişdim. Keçən il isə Familə belə bir şey almışdım. Demək olar ki, bir-birinə çox oxşuyurlar. Biraz rəng fərqləri var. Bir də burada çox qəşəng kəməri var idi. Əsas elə bu şlyapanı çox gözəl göstərən o kəmər detayı idi. Amma ki biz onu Maldivdə itirdik. Harda itirdik, necə itirdik heç bilmirəm. Biraz görürsüz, kleyin də izi qalıb, amma eybi yox. Əsas odur ki, yəni bizi günəşdən qoruyacaq. Bayaq dediyim məsələyə biraz aydınlıq gətirmək istəyirəm. Çünki düşünürəm ki, səhv anlaşıla bilərəm. Ona görə də bu yaxınlarda iş yoldaşımın başına gəlmiş bir hadisəni danışacağam. İş yoldaşım öz rəfiqəsi ilə Misirə istirahətə gedir. Normal, çox gözəl, çox səliqəli, hər şey daxil bir otel tuturlar. Və xanım danışır ki, həmin oteldə müxtəlif ölkələrdən insanlar var idi. Heç bir kəs onları narahat etmirdi. Bir dəqiqəyə köynək hazırdır. Biraz nəm yerləri qala bilər. Əgər tələsirsinizsə, fen tuta bilərsiniz o hissələrindən ki, mən səhər işə gedəndə olub eləmişəm. Belə yaş belə su qalıb, onu fenlə belə eləyirsəm 1 saniyə quruyur. Bu iki xanımı narahat eləyən iki Azərbaycanlı oğlan oldu. İş yoldaşım deyir ki, o qədər ölkələrdən, yəni tək istirahət edən oğlanlar gəlmişdi ki, amma yenə də bizimkilər bizi narahat elədi. İş yoldaşım və rəfiqəsi çox narahat olduqlarına görə gedirlər, resepsiyona hər şey bildirirlər və həmin o iki Azərbaycanlını oteldən qovurlar. Yəni qızlar, sözüm ondadır ki, məncə siz mənim nə demək istədiyimi başa düşürsünüz. Bilirəm ki, bəlkə sizin də başınıza belə şeylər gəlib, yəni narahat eləmə mövzuları, nə bilim qəribə baxma. Bax bu kimi şeylərə görə biz biraz öz ölkəmizdə, yəni narahat hiss edirik, rahat ola bilmirik. Mən bir çox Avropa ölkələrində olmuşam. Orada belə çox açıq geyinən insanları da görmüşəm, amma bir dəfə də olsun görməmişəm ki, xaricilərdən kimsə həmin adama belə qəribə baxsın. Burada qəşəng özü üçün yatır. Əsasən elə gün ortalar çox yatır. Axşam da bizə imkan vermir ki, biz rahat yataq. Yox amma, yox, elə deməyim, elə eləmir. Bu arada Famil indi şeydədir, Zon mağazindədir. Bunları atıb mənə Mişa üçün şey seçirik. Oy, neylədim? Boyun üçün aşeynik seçirik. Mən Likarda neçə dəfə istifadə eləmişəm. Əvvəl Doktor Zodan da istifadə eləmişəm, amma bundan heç istifadə eləməmişəm. Amma yenə dedim ki, Likardan alsın. Mişanı da çimizdirməliyəm. Sizə lookumu göstərim. Əlimdəki də klok olmazsa olmaz. Bağa gedəndə adam belə olur. Belə qızlar, biz yola düşdük. Üzümdə sıfır makyaj, heç bir şey yoxdur. Heç güneş kremi də indidən çəkmədim. Dedim gedək çataq elə bağa. Elə orada çəkərəm güneş kremini ki, sonra da dənizə getməyə də. Çünki 50 SPF deyəsə 80 dəqiqə qoruma saxlayır. Dedim bu qədər yol gedəcək, istər-istəməz, yəni vaxtdan gedir də, o SPF-in vaxtından gedir. Gedək indi sağ-salamat, inşallah
Hə, evdə hələ sizə şey göstərəcəm idi oradan. Sarı pişik. Mama ona ad qoyub. Mən ona şans adı qoymaq istəyirdim. Şans. Bir də günəş şansı. Çünki sarı rəngdə də axı pişik. Amma mama dedi ki, mən artıq ona ad qoymuşam. O artıq mənim balamdır. Mama onu qaytarmaq istəmir. Deyir ki, mən önce qoymuşam ona adı. Ona görə gedək hələ orada sizə deyəcəm ki, adını nə qoyub. Damat ablam hoş geldin. Otur be şöyle. Mişa. Mama geldi. Mama geldi. Bizim. Bakın, bu da limon. Mama buna limon adı koyup. Can. Can. Ne var? Yaxşıdır, gözləri düzəlib çox şükür. 10 günü tamam oldu müalicəsini. Mama elədi hamısını, sağ olsun. Buna bakın, buna. Bizini göster. Uçun. Buna bak. Buna bak. Cücə yoxşur. Cücə də elə bil. Xorulduyur. Yaxından çək. Xorulduyur. Arıq diye bir damcın. Limon. Qulaqlarına bak. Bir aylıq olar bu. Elə şifalanında girdiyi marketdəki bəzi şeylər götürək dənizdə yeməyə, içməyə. Hansından, güzel hansından seçmişdik. Necə azdı. Hansını seçirsən? Biz gəldik, çatdıq. İndi maşını park eləmək, yer tutmaq. Buranın ən müsbət cəhəti odur ki, giriş yalnız ailələr üçündür. Qızlar, bunları birinci növbədə gələn kimi birinci üzümə bu SPF, sonra bunu bədənimə indi eləyəcəm. Artıq duşa nə idi? Dənizə girib çıxandan sonra bunu istifadə edəcəm. Oradan bir grill aldıq, 2 dənə də təndir çörəyi almışıq. Bir də baxın bunun içində belə qoymuşuq şeylərimizi. Soklardır, sulardır, belə. SPF-i üzümüzə çəkəndə gərək diqqətlə baxaq ki, hər tərəfinə üzümüzün o SPF-dən dəysin. Çünki keçən il mənim başıma belə bir iş gəldi. Keçən il istifadə elədiyim stick SPF idi, yəni belə krem teksturalı deyildi. Bütün üzümə çəkdiyimi zənn eləyirdim, amma sən demə qaşımın üstünə çəkməmişəm və demək olar ki, üzüm tamamilə yaxşı qalmışdı. Bir dənə o hissə qıpqırmızı qızarmışdı. Əsas burnum, yeni burnum yanmasın. Ən birinci insan burnu yanır. Geçən il ömrümdə ilk dəfə idi ki, mən qaralmışdım, amma ona qədər heç vaxt qarala bilmirdim. Görək indi bu il necə olur. Çıxanı çıxanda ayağıma quma vur. Düz deyirsən. Tapiçkamı çıxardım, ayağımı quma vuram. Bir daha acık var. Famil deyir, qaysını neyinirsən, gətirimsən dənizə. Dedim, nə bilim, yer edər. 4 yarımız. Sonuncu vlogumda sizə göstərmişdim ki, Temudan bir dənə telefon üçün maqnitli tutacaq axtarıram. Özüm tapa bilmirdim və xahiş eləmişdim ki, kim tapıbsa onu mənə göndərsin. Tapıb göndərən bütün xanımlara təşəkkür edirəm. Çox sağ olun. Onun sifarişini vuracağam. İndi sizdən bir xahişim var ki, getdiyiniz, bəyəndiyiniz, səliqəli, hər şeyi yaxşı olan bir plyajlar varsa onu mənə yazın. Famil orada kötü yemək verdi. Burada
böyle yerləncəklər də var. Yerlənirəm bayaqdan. İndi tam buraları çəkə bilmirəm çünki insanlar var. Yəni heç etik deyil də kiminsə düşdüyü bir kadrları paylaşmağım. Ona görə buralardan çox elə paylaşa bilmirəm, amma həqiqətən də qızlar ailəvi yerdir. Yəni ancaq ailələrdir də, qadınlardır, bir də qadınlı kişili. Yəni kişilər təkcə stulda heç yəni görmədik. Çox əladır. Bunu mən çəkdim. Qəşəng oturdum günəşin altında. Sadəcə bilmirəm, hiss edə bilmirəm ki, həqiqətən günəş məni yandırdı, yandırmadı. Yəni ki, belə zaqar aldım, almadım, hiss edə bilmirəm. Evdə gedib yəqin hiss edirəm. Çünki küləkdir, külək də sərin, küləkdir. Yəni o vurur. Günəşi tam ona görə hiss eləmək mümkün deyil. Amma bundan da istifadə elədim. İndi bugün test edirəm də bunları görüm necədir. Bu da mənim yeni şlyapam. Hazır qiymətlər haqqında sizə məlumat verim. Deməli, belə çaynikin qiyməti çay 5 manatdır. Belə bu besetkanın qiyməti 20 manatdır. Bayram günləri, şənbə bazar, bir də adi günlər də 20 manatdır. Amma bir də beləncə şeylər var, indi çəkə bilmirəm oranın da. Ancaq nədir onun adı? Onun adı nədir? Nəsə çətir kimi şeylər var, yəni besetka deyil də. Onlar normalda 15 manata olur. Bilmirəm sizdə də belə olur ya yox. Məncə elə hamıdır belədir. Dəniz qırağına gələn kimi adam bir dənə acır, gəl görəsən. Arada çay, samovar çayıdır. Uşaqlıqda da belə idi. Yadımda da gedirdik, çatırdıq dəniz qırağına. Hələ təzə çatmışıq. Mamaya deyirdik, mama ver də yemək. Mama da deyir ki, bir dənə içmək gələk, ondan sonra oturaq qəşəng-qəşəng yeməyimizi yeyərik. Ya buna bak önce sarın qalıb, nəl var. Gördüm, çox qəşəngdir. Kızlar bundan mütləq alın, mütləq alın. Görün necə sərin saxlayıb. İndirimlə 4 neçəyə almışam bunu. Hayda çox qəşəngdir, ləzzət edir. Üzü günəşə günəşlənim, burada da çay içə-içə. Deyirəm bir dənə Azərbaycanlılarda da günəşin altında 30 dərəcə istidə qaynar çay içirik. Hadi bul beni sen İstanbul sanki hem yeni hem kırk dökük ne aşklarsın çok geç olmadan sıkı sıkı sarıl ayrılmadan bak zaman akıp geçiyor 800 metre sonra neçə vaxtı gözləyirdi ki bu gül açsın və açdı. Görün nə gözəldir. Çox gözəldir. Kızlar biz geldik evə. İndi bu gözəl pişiyi, bu çirklənmiş pişiyi çimizdirmək zamanı geldi. Mişa. Mişa çimdi çıxdı kızlar. Ama onun başını yumaq olmaz. Pişiklərin başından qətiyyən yumaq olmaz. Ancaq bədənini yuya bilərik. Başını, yəni bu qulağına su getməyə qəti qadağandır. Yəni pişiklərin ölümünə qədər belə gedib çıxa bilər. İndi mən bunu qəşəng-qəşəng qurutmalıyam. Bu da Mişanın bit dərmanıdır. İndi mən bunu kəsəcəm. Boynun arxa hissəsinə tökəcəm. Amma indi oraya yerləri çəkə bilməyəcəm. Çünki telefonu tuta bilməyəcəm. Kızlar, Mişa qurulanıb demiyorlar. Biraz arxa hissəsi qalıb yaş. Mişa. Getdi girdi hamama. Mən də başmaqlarıma baxın. Atanın başmaqlarını geyinmişəm. Təmiz oğlan oldu da bu. Tərtəmiz oldu. Tərtəmiz. Bit dərmanını da vurdum. Qəşəng təmiz təzə aşenikini də saldım. Necə xorulduyur, buna baxın. Üzü zadı nə gündədir yazıq pisiyimin. Tərtəmiz oldu. Qurutdum qəşəng. Mişa. Bugünü sizinlə bir yerdə belə keçirdim. İndi də biz yola düşürük evə. Sizi sevirəm. Sevgi ilə qalın. Bura qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Hələlik.